Salam əziz dostlar, Ənfal surəsində sizə bir dənə möminlərin xüsusiyyətləri haqqında oxumaq istəyirəm. Allah Teala buyurur ki, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim. İkinci ayədə. İnnəməl mu'minunəl-ləzīnə izə zukirallahu vəcilət qulubuhum və izə tuliyət aleyhim əyətuhu zədəthum imanən və alə rabbihim yetevəkkəlun. Üç xüsusiyyət haqqında buyurur ki, möminlər, yalnız möminlər o kəslərdir ki, Allah onların yanında zikr olunanda, Allah zikr olunanda, vəcilət qulubuhum, qəlbləri əsər titrəyər. İndi bu qəlbləri əsər titrəyər ya Allahın qarşısında vəzifəli olduqlarına görə, yəni məsuliyyət daşıdıqlarına görə, ya da Allahın əzəmətini dərk etdiklərinə görə. Hər iki məna anlaşılır. Və izə tuliyət aleyhim əyətuhu, əgər Allahın ayələri onlara oxunsa, oxunan zaman zədəthum imanə, onların imanları artar və alə rabbihim yetevəkkəlun. Üçüncü xüsusiyyət budur ki, onlar yalnız öz Rəblərinə təvəkkül eləyərlər. Görək bu xüsusiyyətlər bizdə varsa, biz də həqiqətən möminik. Yoxdursa, onda biz o möminlərdən deyilik. Sonra onların iki xüsusiyyətini əməlli bəyan edir. Əlləzinə yuqimunəs-salah. O möminlər ki, onlar namaz qılırlar, namazı bərpa eləyirlər, Allahla münasibət qururlar. Və mimmə razaqnahum yunfiqun. Və bir Allahla rabitəni Allah qeyd edir burada, bir də onlara verdiyimiz ruzilərdən nəfəqə verirlər. Kasıb-küsuba, xalqla əlaqədar, yəni millətlə əlaqədar bir əməldir bu da. Biri Allahla rabitəli, biri də insanlarla rabitəli. Bu Allahın verdiyi ruzilərdən məqsəd həm maddi ruzi nəzərdə tutulur, həm mənəvi ruzi. Kimin nə yolla insanlara kömək eləməyə imkanı varsa, elmi, sənət öyrətmək, elm öyrətmək, bilik öyrətmək, nə bilim, və yaxud pul vermək, sədəqə vermək, fərqi yoxdur da, nə yolla insanlara kömək eləməyə imkanı varsa, Allahın insanlara verdiyi o qabiliyyətlərdən onları nəzərdə tutur. Bəli, sonra da xüsusiyyətləri var. Allah Teala buyurur ki, onlar ulaikə humul mu'minunə haqqa. Onlar həqiqi möminlərdir. Fikir verin, həqiqi. Bəs onların mükafatları nədir? Ləhum dərəcətun ində rabbihim. Öz Rəbləri yanında onların dərəcələri var. Dərəcələrindən danışmır ki, hansı dərəcələri var. Yəni bunu yalnız Allah bilir. Və məğfiratun. Və onların yanında bağışlanma var. Allah Teala onları bağışlayacaq. Və rizqun kərim. Və çox kəramətli, möhtərəm ruziləri var onların yanında. Belə bir vədə də Allah Teala onlar barəsində verib. Allah bizi həqiqi möminlərdən, həqiqi iman gətirənlərdən qərar versin və bu xüsusiyyətlərə sahib olan bəndələrdən bizi qərar versin inşallah. Sağ ol.